Salam, hər vaxtınız xeyir olsun. Coğrafiya din test toplusu sual 61. Təyyarə coğrafi koordinatları 40 dərəcə cənub enliyi və 142 dərəcə şərq uzunluğu olan A məntəqəsindən 90 dərəcə azimutla 90 dərəcə uçduqdan sonra B məntəqəsində yerə enmişdir. B məntəqəsinin yerləşdiyi saat qurşağını və coğrafi koordinatlarını təyin edin. Deməli, təyyarə A məntəqəsindən, hansı ki, coğrafi koordinatları 142 dərəcə şərq uzunluğu, 40 dərəcə cənub enliyidir. Baxın, A məntəqəsi buradır. Təyyarədə buradan 90 dərəcə uçub. 90 dərəcə, yəni şərq istiqamətidir. Nə qədər uçub? 90 dərəcə uçub. Deməli, bura 142 dərəcə şərq uzunluğudursa, 38 dərəcəni, yəni 90-ın 38 dərəcəsini 180-ə qədər uçub. Buradan bura 38 dərəcə uçub. Qalanını isə biz 180-dən çıxmalıyıq. Yəni, təyyarə şərqə doğru uçduğu üçün 38 dərəcə 180 dərəcəyə qədər uçub, qalan 52 dərəcə isə 180 dərəcədən çıxmalıyıq. Gəlin çıxaq, 180 çıxılsın 52 dərəcə bərabərdir 128 dərəcə qərb uzunluğu. Yəni, gəlib dayanıb 128 dərəcə qərb uzunluğunda. Buradan burada onu da yazaq 52 dərəcə. Ümumilikdə 90 dərəcə uçub. İndi coğrafi koordinatları nə oldu? 40 dərəcə cənub enliyi, enlik dəyişmədi. Uzunluq isə 128 dərəcə qərb uzunluğu. Və bizdən saat qurşağını da istəyir. Saat qurşağını tapmaq üçün biz 128-i bölməliyik 15-ə. 8 dəfə, qalıq isə 8 düşür. 7.5-dən böyük olduğu üçün üzərinə 1 gələcək və eyni zamanda qərbdə olduğu üçün 24-dən çıxmalıyıq. Qərbdə olanda saat qurşağını tapanda biz mütləq 24-dən çıxırıq. 9-u çıxacaq. Deməli, o da edəcək 15. Deməli, saat qurşağı da 15-ci saat qurşağıdır. Doğru cavab A variantı. 15-ci saat qurşağı 40 dərəcə cənub enliyi, 128 dərəcə qərb uzunluğu. Sual 62. Yenə eyni tip sualdır. Bu səfər 143 dərəcə şərq uzunluğudur. Amma eynidir. Rəqəmlərin hamısı eynidir. Biz bu səfər 143 dərəcə şərq uzunluğundan hesablayacaq. Deməli, təyyarə 40 dərəcə cənub enliyi boyunca yenə 90 dərəcə uçub, 143 dərəcə şərq uzunluğundan, daha doğrusu şərq istiqamətdə. Deməli, 180-ə qədər neçə dərəcə uçub? Onu tapaq, 37 dərəcə. Ümumilikdə 90 dərəcə olmalıdır. Qalan 53-ü isə 180-dən çıxmalıyıq. Çıxaq. Çıxılsın 53. Bu da bərabərdir. Daha doğrusu, yox, bircə dəqiqə. Düzdür. 180-dən 53-ü çıxırıq. Deməli, o da edəcək necə? 127 dərəcə qərb uzunluğu. Gəlib dayanıb 127 dərəcə qərb uzunluğunda. Bizdən nə istəyir? B məntəqəsinin coğrafi koordinatlarını və saat qurşağını yenə istəyir. Coğrafi koordinatları enlik yenə dəyişmir. 90 dərəcə istiqamətdə uçduğu üçün 40 dərəcə cənub enliyi. Uzunluq isə 127 dərəcə qərb uzunluğu. Saat qurşağını tapmaq üçün yenə biz 127-ni bölməliyik 15-ə. Bərabərdir 8 dəfə. Qalıqda 7 olduğu üçün üzərinə heç bir rəqəm əlavə etmirik. Lakin qərb yarımkürəsində olduğu üçün 24-dən mütləq şəkildə çıxmalıyıq. O da edəcək 16-cı saat qurşağı. Cavablara baxırıq. 62-nin doğru cavabı B variantıdır. Sual 63. Müşahidəçi A şəhərindən Günəşin Bakıya nisbətən 5 saat 20 dəqiqə gec çıxdığını görmüşdür. Bu məntəqənin coğrafi uzunluğunu təyin edin. Əgər Günəş Bakıya nisbətən
get çıxırsa, deməli həmin şəhər Bakıdan qərb istiqamətdə yerləşir. Biz ilk öncə saatı dərəcəyə çevirməliyik. Bunun üçün nə edəcəyik? 5 saatı ilk öncə vuracaq 15-ə. Vuraq. 75 dərəcə. Daha sonra yenə 20 dəqiqəndə dərəcəyə çevirməliyik. 1 dərəcəmiz 4 dəqiqə olduğu üçün 20-ni biz 4-ə bölürük. O da edir 5 dərəcə. 75-in də üzərinə 5 gəlirik. Olur 80 dərəcə. Deməli, həmin şəhərlə Bakı arasında 80 dərəcə fərq var və Bakı 50 dərəcə şərq uzunluğunda yerləşdiyi üçün biz 50-dən 80-i çıxmalıyıq. Niyə çıxırıq? Çünki həmin şəhər Bakıdan qərb istiqamətdə yerləşir. Ona görə çıxırıq. 50 çıxılsın 80 bərabərdir -30. -30 demək o deməkdir ki, yəni Bakı şərq uzunluğunda yerləşirsə, həmin məntəqə artıq olur qərb uzunluğu. 30 dərəcə qərb uzunluğu. Cavablara baxırıq. 63-ün doğru cavabı A variantıdır. 64-cü suala baxırıq. Bakıdan şərq istiqamətdə yerləşən şəhərdə səyyah günəşin Bakıya nisbətən 5 saat tez çıxdığını görmüşdür. Bu şəhərin coğrafi uzunluğunu təyin edin. Deməli, bu səfər 5 saat tez çıxıb. 5-i vuraq 15-ə. Yenə 75 dərəcə. Deməli, həmin şəhər Bakıdan şərq istiqamətdə yerləşir və üzərinə gələcək. Bakı 50 dərəcə şərq uzunluğunda yerləşdiyi üçün bu səfər çıxmırıq, üzərinə gəlirik 75-i. O da edir 125 dərəcə şərq uzunluğu. Cavablara baxırıq. Doğru cavab Y variantıdır. Keçdik 65-ci suala. Ekvator üzərində yerləşən, aralarında yerli vaxt fərqi 32 dəqiqə olan məntəqələr arasındakı məsafə 1/2 milyon miqyaslı xəritə üzərində nə qədər olar? Biz miqyası bilirik. Həqiqi məsafəni də tapsaq, xəritədəki məsafəni tapa bilərik. Həqiqi məsafəni necə tapacaq? Burada dəqiqə verib yerli vaxt fərqinə əsasən biz ilk öncə dəqiqəni dərəcəyə çevirməliyik. Ekvator üzərində yerləşir həmin məntəqələr. 32-ni biz 4-ə böləcəyik, çünki 1 dərəcəmiz 4 dəqiqə idi. 32 bölünsün bircə dəqiqə. Aha, 32-dir. 32 bölünsün 4 bərabərdir 8 və ekvator üzərində yerləşdiyi üçün biz 8 dərəcəni vurmalıyıq 111 kilometrə. Çünki ekvator üzərində 1 dərəcənin qiyməti 111 kilometrdir. O da edər 880 kilometr. Həqiqi məsafəni tapdıq, miqyası bilirik. Xəritədəki məsafəni artıq tapa bilərik. 888 kilometri böləcəyik. Miqyasdan 5 sıfır ataq. Miqyasdan 5 sıfır atanda edəcək 20 kilometr bərabərdir 44,4. Doğru cavab 65-də D variantıdır. 66-cı sualda yenə eyni tip sualdır. Bu səfər miqyası istəyir bizdən. Yenə ekvator üzərində yerləşir məntəqələr. Aralarındakı yerli vaxt fərqi 36 dəqiqədir. Yenə biz nə edəcəyik? 36-nı dərəcəyə çevirəcəyik. Bunun üçün 36-nı bölməliyik 4 dərəcəyə. O da edər 9 dərəcə. Daha doğrusu 36-nı bölürük 4 dəqiqəyə. Dərəcəyə yox. Çünki 1 dərəcəmiz 4 dəqiqədir. Oldu 9 dərəcə. Yenə ekvator üzərində yerləşdiyi üçün 9-u vurmalıyıq 111-ə. O da edər 999 kilometr. Artıq biz miqyası tapa bilərik. Miqyas bərabərdir həqiqi məsafə bölünsün xəritədəki məsafə. Mən birbaşa cavabı yazacağım, vaxt getməsin. 30. Bu izahlı formasıdır. Biz ədədi miqyas şəklində necə göstərirdik? 1 bölünsün 30-u 100 minə vururduq. 30-u 100 minə vuranda da edəcək 3 milyon. Doğru cavab 66-da Y variantıdır. Keçdik 67-ci suala. Başlanğıc meridiandan birinci müşahidəçi 90 dərəcə azimutla 60 dərəcə, ikinci müşahidəçi 270 dərəcə azimutla 75 dərəcə yol getdi. Saat müşahidəçilərin çatdıqları məntəqələrin yerləşdiyi saat qurşaqlarını və onlar arasındakı qurşaq vaxtı fərqini hesablayın. Deməli, başlanğıc meridian Greenwich meridiandır və 0-cı meridiandır. Birinci müşahidəsi 90 dərəcə azimutla gedibsə,
belə deyək də 90 dərəcə azimutda gedibsə, bura 0. Deməli, şərq istiqamətdə gedib. Digəri 270 dərəcə azimutla gedib, qərb istiqamətdə gedib. Birinci müşahidəsi 90 dərəcə azimutda 60 dərəcə gedib. 60 dərəcə gedibsə, biz saat qurşağını tapmaq üçün nə edəcəyik? 60-ı bölməliyik 15-ə. Edər 4. Deməli, birinci müşahidəsi 4-cü saat qurşağındadır. İkinci müşahidəci 75 dərəcə yol gedib. Onu da bölək. 75 dərəcə bölünsün 15-ə. Edər 5. Lakin biz qərbə doğru uçduğumuz üçün bircə dəqiqə uçmuruq. Müşahidəçidir. Və yaxud ki, təyyarə məsələsinə fikrim getdi. Deməli, yol gediblər. Hər nəsə 24-dən çıxaq, 5-i qərbdə yerləşdiyi üçün 24-dən çıxmalıyıq saat qurşağını tapmaq üçün. 19. Deməli, ikinci müşahidəçi də 19-cu saat qurşağında. Saat qurşağında yerləşir həmin məntəqə, çatdıqları məntəqə və onlar arasındakı qurşaq vaxtı fərqini istəyir. Biz bu qurşaq vaxtı fərqini tapmaq üçün 4 ilə 5-i toplamalıyıq. 4 üstəgəl 5 bərabərdir 9. Doğru cavab 67-də B variantıdır. Sual 68. Bakıda 1 yanvar yerli vaxtla saat 3:20-dir. Bu zaman 50 dərəcə qərb uzunluğunda hansı gün və yerli vaxtla saat neçədir? Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda, digər məntəqə yerləşir 50 dərəcə qərb uzunluğunda. Hər ikisi fərqli yarımküre olduğu üçün biz ilk öncə dərəcələri toplayırıq. 50 üstə gəlinsin 50 bərabərdir 100 dərəcə. Və biz dərəcəni saata çevirməliyik. 100 dərəcəni bunun üçün bölək 15-ə. 1 saatımız 15 dərəcə olduğu üçün. Bir dəqiqə. 6 saat 10 dərəcəni də biz 4-ə vuraq. Çünki 1 dərəcəmiz 4 dəqiqədir. Onu 4-ə vuranda edər 40 dəqiqə. Deməli, aralarında 6 saat 40 dəqiqə fərq var. Bakıda saat 3:20-dirsə, biz 6:40-dan ilk öncə 3:20-ni çıxaq. 3:20. Qalan 3:20-də 24:00-dan çıxaq. Bu şəkildə daha rahat olur. Mən həmişə bu şəkildə hesablayıram. 3:20. 24:00-dan çıxa bilmirik. 1 saatı veririk dəqiqələrə, olur 23. 60 çıxılsın 3:20. O da bərabərdir 20:40. Deməli, saat 20:40-dır və təbii ki, 31 dekabrdır. 68-də doğru cavab D variantıdır. Keçdik 69-cu sual. Bakının qurşaq və yerli vaxtları arasındakı fərqi müəyyən edin. Bakı biz bilirik ki, 3-cü saat qurşağında yerləşir. Bunu necə tapırıq? Yazaq. 50-ni bölürük 15 dərəcəyə. 3 dəfə düşür. Tapırıq ki, Bakı 3-cü saat qurşağında yerləşir. Və qalıq da 7.5-dən böyük olmadığı üçün 3-ü olduğu kimi saxlayırıq. Və biz saat qurşaqlarının orta meridianı tapanda nə edirdik? 3-ü vururduq 15-ə. Tapaq. 3-cü saat qurşağının orta meridianı 45 dərəcədir. Bakı isə 50 dərəcədə yerləşir, 50 dərəcə şərq uzunluğunda və aralarındakı vaxt fərqi olacaq 50 dərəcə çıxılsın 45 dərəcə. O da bərabərdir 5 dərəcə. 5 dərəcəni də biz dəqiqəyə çevirək. 1 dərəcəmiz 4 dəqiqə olduğu üçün 5-i vurmalıyıq 4-ə, edər 20 dəqiqə. Doğru cavab 69-da Y variantıdır. 70-ci sual kifayət qədər asan sualdır. Londonun qurşaq vaxtı onun yerli vaxtından nə qədər fərqlənir? Bu suala inanıram ki, siz
avtomatik cavab verdiniz 0 dəqiqə. Çünki niyə? Çünki London yerləşir 0-cı uzunluqda. Ona görə qurşaq vaxtı ilə yerli vaxt arasında heç bir fərq yoxdur. 0 dəqiqə fərq var. 70-in doğru cavabı C variantıdır. Bu günlük bu qədər. Ümid edirəm ki, bu videolar sizlər üçün faydalı olur. Əgər faydalı olursa kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm. Gələn videolarda görüşmək üzrə.